Hörmətli izləyicilərimiz, hər vaxtınız xeyirli olsun. Əsl həyat evi budur ki, həyatında bar verən meyvə ağacı olsun. Hal-hazırda güləs ağacı gördüyünüz ki, bar verin, maşallah olsun. Təkcə bir dənə meyvə ağacı var. İstəsəniz artıra da bilərsiniz. Dekorativ ağaclardan istifadə olunub, ətraf tam yaşayış, 4 otaqdan ibarət gözəl bir evimizin təqdimatını. Yerləşməli idealdır, qapısınacan asfaltdır, yerdən kifayət qədər kürsüdür, baxın. Kürsüyə özünüz şahidsiz. Sot yarım torpaq sahəsində inşa olunub. Kubcalıdır, həyətyanı sahəsində rahat şəkildə maşın daxil olur. Bütün sayğacları var, mərkəzi kanalizasiya sistemidir. Daxil olaq evimizin iç sahəsinin təqdimatı. Hörmətli izləyicilərimiz, evdə bəzi əşyalar qoyulubdur. İrəliyən dəqiqələrdə onları da sizə göstərəcəm. Yəni, bugünkü gün boş evlərin qiymətinə əşyalı satılır. Əşyalarda özünüz şahid olacaqsınız. Və girişdə bu gördüyünüz kimi oturacaqdır. Mətbəxi göstərəcəm. Yəni, heç bir evdə olmayan geniş mətbəx. Əvvəllər proyektlərdən çox olur. Hal-hazırda proyektlərdən olmur. Təkrara satışa çıxdığına görə açarlar bizdədir. Yalnız bizdə. Baxın, bu mətbəx bir-birinə çalan pul xərclərini hörmətli izləyəcək. Tavan hündürlüyündə mərmər. Yəni, ev sahibi özünə işi görübdür. Bu işlərin hamısını özünə görübdür. Sadəcə olaraq müəyyən səbəblərdən satmaq qərarına gəlib. Ev çoxdan evlidir. 3 ilin evidir, oturuşmuş evdir. Sadəcə yaşayış olmayıb, sıfırdandır. Və əşyalar hamısı sıfırdandır. Paltar yuyan brend markadır, LG markalardır hər birisi. Mikronovka, tufovka, qaz peçi, moykası, aspiratoru, hər bir şey evdə qalacaq. Bu elektronikaya çalan pul verilib. Gəlib özünüz də yaxından şahid ola bilərsiniz. Evin arxa hissəsinə də keçidi var. Və istifoldan təchiz olunub. Bu qranit metal hissələr hər birisi istifoldan təchiz olunub. Qonaq otağından geniş mətbəx var bu evdə. Hörmətli izləyicilərimiz, həqiqətən də qonaq otağından geniş mətbəxdir. Bu hissədə yerləşir sanitar qovşaq. İstifoldan təchiz olunub burada. Bu hissədə isə yerləşir baxın, qonaq otağı. Möhtəşəm qonaq otağı var. TV-stentinə kimi hər birisi yığılıb. Bunlar da evdə qalacaq. İnternetinə kimi hər birisi var, mövcuddur. Pəncərəsi öz həyətyanı sahəsinə baxır, çox işıqlı bir evdir. Hörmətli izləyicilərimiz, Abşeron rayonu Masazır qəsəbəsi 6 saylı məktəbin tam yaxınlığında qapıyacan asfalt. Qapıyacan asfaltdır. Gəlib özünüz yaxından tanış ola bilərsiniz. Qoşa daşdan inşa olunub, fundament, kəmər, təbii ki, hər birisi öz qaydasında. İkinci mərtəbədə də bölgü dəhliz vasitəsilə aparılıb, eyvana çıxışı. 3 yataq otağı sanitar qovşaqdan ibarətdir. Yataq otağından birincisi bu hissədə digər yataq otağı yerləşir. Uzun müddətdir evdə yaşayış yoxdur, hörmətli izləyicilərimiz, dediyimiz kimi. Görülən əşyalar da hər birisi evdə qalacaq. Həqiqətən də ev sahibi deyir, çox pul xərcləmişəm onlara, özüm üçün eləmişəm. Amma bugünkü gün üçün bilirsiniz də bu evləri, boşları 135 bin manata təklif edirlər. Amma o elektronika, o mətbəx mebeli içində haradasa 15 bindən yuxarı pul xərclənilib. Ev sahibi isə bu evi çıxardıb 138 bin satışa. Real müştərilərdən təbii ki, qiymətlə razılaşmaq olacaq. 051 635 17 97 nömrənizdə əlaqə saxlayıb